Bir daha vaxtınız xeyir olsun əziz futbol azarkeşləri, dəyərli Xəzər Futbol Liqasının izləyiciləri. İkinci setə yenidən bir yerdəyik. Beşevlər və Black Thunders oyununda masa 1-1'lik bərabərlik var hesabı. Kamran Quliyev açıb. Nihat Neymətov isə maça bərabərlik gətirib. Görə ikinci 25 dəqiqədə ikinci setə nə izləyəcək? Bərabərlik kimi xeyrinə dəyişəcək? Qələbə qolu kimdən gələcək ümumiyyətlə? 3 qalab. Hansı tərəf xanasını yazdıracaq? İkinciden zərbə. İkinci hissədə ilk üçdən zərbə Kamran Quliyev. Topun arxasında məhz üçdən zərbə onun yerinə yetirəcək. Oturma isə 2 etmədi. Fazil Əliyev. Cavidan. Taban ötürməsi Abbasov. Tələt, ilk hissənin son dəqiqəsində möhtəşəm bir sevi var idi. Real goldan komandasını xilas etmişdi. Ümumiyyətlə, hər iki qapçı ilk hissədə inanılmaz çıxış ilə fərqləndi. Görə ikinci hissədə də bunu davam etdirə biləcəklərmi? Cavidan uzaq məsafədən zərbə öz komanda yoldaşına düşəli. Yeni Suraxanı stadionu. Fazil Əliyev top meydandadır. Bir qədər ayaq saxladı. Kapitanla oynadı. Zahir Xalidov. Kapitan mərkəz xəttini keçsi. Qüvvətli zərbə. Top qapının üzərinə meydan tərk edir. Yeni Suraxanı stadionu. Bakıdır. Əsəsadə. Xalidov. Xalidov aldatıcı səhətlər Kamran Quliyevin istiqamətdə pressing edirdi. Cavidan. Kamilovun ötürməsi Niyata çatmır. Sultanov Əliyev. Əsəsadə. Fazil. Son müdaxilə. Kamrandan. Vüsal Abbasov. Vüsal Abbasovla Nihat Neymətov arasında bir anlaşılmazlıq yaşandı. Ötürmə zamanı komanda yoldaşları bir-birlərini başa düşə bilmədilər. Fazil Əliyev. Nihat Neymətov xəttin üzərində saxladı. Son müdaxilə. Alimdən gəlir. Əliyev alim müdaxilə etmişdi. Küncdən zərbə. Ötürmə. Sahilin zərbəsi keçmədi. Təkrar zərbə Abbasovdan. Gözlətmədən zərbə indirilmək istəyirdi. Sahil. Xalidov. Vüsal Abbasov. Vüsal Abbasov. Trivela keçmir. Əli Sultanov. Ara ötürməsi yaxşı alanda Kamran Quliyev. Qüdrəti bir anlıq gerisində qaldı. Davamında gətirə bilmir. Top itkisi. Fazil Əliyev. İndi Beşevlər adına sol silahdan. İzzət izləyə bilərik. 2 nəfər bir-iki pressing eti və top ata yollanır. Fazil. Xalidov. Vüsal. Topa nəzarət edir bu dəqiqələrdə Beşevlər. Əsəsadə. Qapıdan zərbə ilə top oyuna daxil etməlidir. Kamran Quliyev qarşılaşmada ilk gol ondan gəlmişdi. Top alimlə meydan tərk edir. Beşevlər addan top oyuna daxil etdi. Cavidan. Vüsal Abbasov. Fazil Əliyev digər zinatda ötürmək istəyirdi məhz. Vüsal da onu düşünmüşdü. Masa 1-1'lik bərabərlik var. Bir daha xatırladıram. Yerdə qalan oyuncu var. Qayda pozulub. Hakim üstünlüyə buraxmışdı. Üstünlükdə və cərimə zərbəsinin qayda pozuntusunun yerindən yerinə yetirilməsini istədi. Ədalət təmsilçisi Fəqan Kərimov.
Salih Xəlidov, kapitan topun arxasında. Bu ötürmə idi mi? Zərbə. Sözün açıq mən tam anlamadım. Nə ötürmə kimi ötürmə, nə də zərbə kimi zərbə alınmışdı. Xəlidov. Ara ötürməsi imkana çatmır. Alim ötürməni oxudu. Əksizim şansa Sultanov. Eli gecikdi. Topla çox oynadı. Eli yerdə qalıb. Məhz indi qarşılaşmanı referi saxladı. Fəqan Kərimov. Hançəli ilə şər edirdi. Heç bir qayda pozuntusu yoxdur. Ayağa qalxmaq lazımdır. Gel kardeş gel onlar çıkardık gel. Salim Fairplay olaraq topu yenidən rəqiblərinə geri qaytarır. Bir. Əsəsadə. Üç. Sultanov. Alim araya girməsi. Cavidana kesit vermədilər. Qayda pozulub Fazil Əliyevə qarşı. Cərmə zərbəsi olmalıdır. Yan xətdən deyil. Cərmə zərbəsi. Fazil Əliyev topun arxasında deyəsən bu səfər. Ötürmə deyil də qapıya birbaşa zərbə gələcək. Fazil. 2 nəfərdən ibarət canlı sət var. Fazilin zərbəsi canlı sətdə aşmır. Kamilov. Kamran Quliyev pressing öz mərəsini verdi. Qapçı. Ramil Babayev yaxşı oynadı. Neymətov. Çox pis alanda top ayağına tam oturmadı. Özü də narazı görünür bu qoldan, daha doğrusu bu zərbədən. Sultanov. Sultanov hakim etiraz edir. Məhz epizodu izah edir Fəqan Kərimov. Topu ayağında çox saxladığı üçün yerdə ikən. Sərbəst zərbə. Fazil. Nihat Neymətov. Daha çox hücum quran tərəfi məhz Beşevlər olduğunu görürük. Rəqib daha çox əks-hücum kontratakdır. Nihat Neymətov. Sinan Əşili Fazil. Əsəsadə dəf etdi. Sultanov, Kamran Quliyev. Bir qədər ayaq saxladı. Mindi ötürmə komanda yoldaşına Alim. Kamran. Nəzəfov Səbuyi. Kamilov. Ötürmə komanda yoldaşına Yadigar Məmmədov. Son müdaxilə. Nəcəfovdan. Səboy Nəcəfov müdaxilə etmişdi. Başla zərbə.
Vüsal Abbasov yüksəldi. Baş zərbəsi istənilən kimi alınmır. Kamran Quliyev. Rəqibin müdaxiləsi vardı. Kamran. Daha bir top etkisi Vüsal Abbasov. Aldatıcı sətlər. Vüsal. Zərbə lazımdır. Qarşılaşmada artıq 35 dəqiqəni geridə qoymuşuq. Son 15 dəqiqə. Nəcəfov uzaqlaşdırdı. Vüsal Abbasov. Vüsal. Yadigar Məmmədov. Daha bir qeyri dəqiq zərbə izlədik. Xalidov. Özünü çıxmasa saldı. Sultanov. Nihat Neymətov. Sahil. En geriye. Ramil Babayev. Xalidov. Abbasov. Cina dəyişilib. Cavidan. Sahil. Kapitan toplaydı ötürmə. Bir qüvvətli zərbə. Vüsal Abbasov. Kamran Quliyev. Qapıda qalır top. Sahil. Vüsal. Ötürməsi yaxşı alanda. Sahil. Qapıdan zərbə. Nəsəsadə uzun ötürmə. Abbasov qarşıladı. Kamran Quliyev təzyiq edirdi. Yadigar Məmmədov. Ötürmə Vüsal Abbasov. Səboy Nəcəfov. Kamran oynadı. İkisi şansı ola bilər. Kamran. Uzaq məsafədən zərbə. Həmçinin digər cənətdə iki komanda yoldaşı hərəkətlənmişdi. Onlar da düşünə bilərdi bu arada. Biz İlqar Mirzəbəylin yenidə meydanda görürük. Black Thunders adına. Eyni icraatı ötürmə Yadigar. Zərbə çəkdi keçmir. Vüsal. Sol ayağına çəkdi ötürmə. Nihat Neymətov. Sözündə saxladı Əsəsadə Tələt. Kamran Quliyev. Kamilov var idi. Zərbə keçmədi. Vüsal. Sahil. Yadigar. Rəqib araya girdi Ali.
Cavidan. Köşdən zərbə. Nemətov iti bucaq altında bir zərbə. Daha bir köşdən zərbə inincini atan və yenidən. Bu arada Black Thunders'ın kapitanı Fərid Quliyev yenidən meydana daxil olub. Fasil Əliyev, Nihat! Top ayağına oturmadı. Səboy Nəcəfov. Kamrana doğru ötürmə. Vüsal Abbasov. Nihat Nemətov rəqib üçün. Saxlanmış oldu. Daha sonra səhvini düzəldirməsi indi yan xətdən top meydan tərk edir. Eyni turnirdir. Xəzər Futbol Liqası sadəcə 9-cu sezon. Yeni Suraxanıda 8-ci sezon Şağanda baş tutur. Kamran. İlham Rızabəyli zərbə lazımdır. Yeni Suraxanı stadyonu. Ara ötürməsi keçmədi. İkisi şans ola bilər. Kamran Quliyev. Sahil araya girmişti. Kamran. Cina değişili zərbə və gol! Ard-arda cəhdlər edən tərəf, hücumlar quran tərəf. Beşevlər qolu tapan tərəf. Black Thunders. Artıq Black Thunders komandası 2-1 hesabı ilə öndədir. Səhv etməsə Quliyev Seymur fərqləndi. Kamran. Ay Kamran. Seymur fərqləndi. Nihat Nemətov. Vüsal. Təhlükəliydi. İlham Rızabəyliyə doğru ötürmə. Vüsal Abbasov. Quliyev. Yadigar. Xəzər Futbol Liqası 9-cu sezon. Əsaszadə yerindədir. İlham Rızabəyli. Ötürmə Kamran. Zərbə endirə bilmir. Bir daha xatırladıram. Beşevlər bir. Black Thunders 2.
Səbu Nəcəfov. Ona qarşı qayda pozulub Nihat Nemətov. Top itirdikdən sonra məhz rəqibə təzyiqində qaydanı pozmuşdu. Fazil Əliyev. Nihat Nemətov. Nihatın zərbəsi keçmir. Vüsal Abbasov. Kamran Quliyev. Geridən gəldi. Daxil etməyi bacardı. İndirim top meydanda saxlaya bilmir. Bu arada artıq 47 dəqiqəni qarşılaşmada geridə qoymuşuq. Son 3 dəqiqə qarşılaşmada və fərqi minimumda. 2-1-də hesab, bir daha xatırladıram. Yadigar. Vara baxacaq hakim. Qırmızı vərəqə. Ramil Babayev qırmızı vərəqə gördü məhz. Xəttən ön istiqamətdə çıxışda yanlış oynamışdı və topu sağlaşdırmaq cəhətdə xəttən ön istiqamətdə Fəqən Kərimov əhv etmir. Oyunun bitməsinə 2 dəqiqə yaxın bir müddət qalıb və qırmızı vərəqələ Ramil Babayev cəzalanır. Bir nəfər də hazırlıqda davam edəcək. Hesabda 1-2 geridə olan Beşevlər kollektivi. Son dəqiqə oynanılacaq hətta. Eləməz. Son dəqiqəni də bir nəfər hazırlıqda davam edəcək Beşevlər. İndi cərimə zərbəsi olacaq. Son nöqtəni qoya bilərlər əslinə qalsa. Bu epizodla da. Quliyev Fərid ötürmə ilə başladılar. Zərbə və gol! Nəcəfov Səbuyev. Və tam da qeyd etdiyimiz kimi olur. Rəqibin qalan ümidlərində qırır. Artıq komandanı qələbədən saniyələr ayrır oyunun. İkinci hissəndə, xüsusən də əsas da ikinci hissəni qeyd etmək olar ki, tam üstünü məhz Beşevlərdən yanaydı. Topa nəzarət edirdilər, cəhdlər quran, hücumlar quran tərəf onlar idilər. Amma qolu tapan tərəf, qol vuran tərəf Tunders oldu. Cərimə zərbəsindən də fərqləndilər. Bu arada Nihat Nemətov qolların bir nəvəzinə çıxdı. 3-2 oldu. Son dəqiqələrdə nə izləyirik? 3 dəqiqə qalana qədər qarşılaşmada hesab 2-1 idi. Artıq 3-2-dir. Son epizodlar, son cəhdlər. Gözlər hakimdə. Rıza Bəyli. Qayda pozulub. Yadigar Məmmədov. Vüsal Abbasov. Nihat Nemətov. Bir qədər ayaq saxladı. Vüsal. Qayda pozulub. Son bir şans, son bir cəhd olacaq. Maça bərabərlik gətirmək adına zərbəni kim yerinə yetirəcəksə, düşünürəm ki, hər şey artıq onun əlindədir. Nihat Nemətov topun arxasında canlı sədd qurulub. Ötürmə mi, zərbə mi? Nihat Nemətov ötürmə, zərbə. Əsas sadə keçid vermədi. Elə bu seyflə də referi qarşılaşmanı bitirdi. Tunders 3-2 hesabı ilə Beşevlərə qalib gəlir.
Hər iki komandaya növbəti oyunlarda uğurlar arzu edirik. Sağ olun, salamat qalın.